Hər dəfə bazara girməmişdən qabaq saata baxmağı unutma. Çünki elə indi əməliyyat açmağı düşündüyün anda sessiyadan sessiyaya keçid ola bilər və bu əməliyyatın gözəl şəkildə stop loss ola bilər. Bu nəyə görə baş verir? Gəlin özümüzə sual verək. Cavab əslində sadədir. Hər yeni sessiya açıldıqda bazara yeni oyunçular gəlir və onlara indi bazarda olan qiymət sərf etməyə bilər. Çünki qiymət likvidliyə görə hərəkət edir. Bizdə 4 sessiya var. Asiya, Frankfurt, London və New York. Və hər bir sessiya özü üçün uyğun pozisiyalar axtarır. Bilməli olduğumuz bir vacib şey də odur ki, bizdə ən böyük hərəkətlər London və New Yorkun kəsişməsində olur. Asiya sessiyasında isə likvidlik nisbətən daha az olur. Amma analiz üçün Asiya sessiyası bizə çox vacibdir. Belə ki, bizdə Asiya range və Asiyanın minimum və maksimum anlayışı var. Bu bizə nəyə görə vacibdir? Gəlin bu haqda danışaq. Asiya range, yəni qısa dildə desək konsolidasiya, qiymətin müəyyən diapazonda yığılması, bizdə çox vaxt ondan qabaqki sessiyalarda olan güclü hərəkətdən sonra baş verir və çox vaxt analiz etdikdə gözəl nəticələr verir. Belə ki, Asiya range'ində olan minimum və maksimumları qeyd edirik və növbəti sessiyanın açılışını gözləyirik. Çox vaxt yeni sessiya açıldıqda Asiya range'inin minimumu və ya maksimumu sürətli şəkildə vurulur və digər istiqamətə gedir. Həmişə belə olur deyə bir şey yoxdur. Amma analizdə bunu nəzərə almaq vacibdir. Ən azı əməliyyatı açmağa tələsməmək üçün. Asiya təkcə bizə bu yöndə kömək etmir. Əlavə olaraq biz baxa bilərik ki, Asiya sessiyası zamanı qiymət özünü necə aparıb. Əgər Asiyada bizdə yeni trend başlayıbsa və bu trend yarandıqda qiymət hər dəfə özündən sonra likvidliyi təmizləyibsə, yəni order flow əmələ gəlibsə, digər sessiyanın Asiyanın maksimumunu və ya minimumunu vurmaq kimi məqsədi olmayacaq. Yeni sessiya sadəcə son qalan likvidliyi yığıb trendə davam edəcək. Buna görə də deyilir ki, həmişə manipulyasiyaları gözləyin. Əlavə olaraq bizdə bir hərəkət növü daha var. Bu da bizdə Asiya sessiyasında gedən qiymətin yavaş-yavaş likvidlik yığmadan bir hərəkətə getməsidir. Bu çox qorxuludur. Çünki sessiya özündən sonra çoxlu sayda likvidlik saxlayır. Və bu likvidlik növbəti sessiya üçün potensial olaraq hədəf nöqtəsidir. Belə ki, növbəti sessiya sadəcə bütün bu likvidliyi sürətli şəkildə yığıb hərəkətə davam edə bilər. Həmişə buna diqqət edin və çox vaxt baş verən bir hərəkət daha. Bütün günü bir tərəfə gedən qiymətin New York sessiyasında tam olaraq geri qayıtması. Ona görə də diqqət edin. Əgər bizdə qiymət bir tərəfə bütün sessiyalar boyunca hərəkət zamanı özündən sonra çoxlu sayda likvidlik saxlayırsa, New York sessiyasında əməliyyatdan çıxmaq lazımdır. Çünki ən yaxşı halda qiymət açdığınız yerə qədər geri qayıdıb, sonra yenidən qayıda bilər. Pis ehtimalda isə götürmədiyiniz profit yekunda sizə hətta stop loss belə edə bilər. Yəni bu şeylərə həmişə diqqət edin. Hal-hazırda Bakı vaxtı ilə bizdə sessiyaların vaxtı belədir. Sidney sessiyası gecə 01:00-dan səhər saat 10-a qədər. Tokyo gecə saat 4-dən etibarən günorta saat 13:00-a kimi. London saat 12-dən 21:00-a kimi. New York isə 17:00-dan gecə 02:00-a kimi. Bu saatlara fikir verdikdə biz görə bilərik ki, bəzi sessiyaların eyni anda açıq olduqları vaxtlar olur. Yəni saatlar kəsişir. Bax bu zaman bizdə bazarda ən güclü likvidlik vaxtları olur. Çox vaxt elə olur ki, düşünürük ki, qiymətin gedəcəyi yerə hələ həddindən artıq çox var. Bəlkə də bu bir neçə günlər alacaq. Amma reallıqda isə qiymətə lazım olduqda onu bir neçə dəqiqənin içində də edə bilir. Eynilə burada gördüyümüz nümunələrdəki kimi. Ona görə də likvidliklə işləyəndə
Hər zaman likvidliyin harda yığıldığına fikir verin. Qiymət əgər həmin istiqamətə tərəf gəlirsə, demək ki, yekun hədəfimiz oradır. Yəni qiymət ora lazım gələrsə, çox tez və qısa zamanda gəlib çata bilər. Bu şeyləri həmişə nəzərinizdə saxlayın və bundan istifadə eləyin. Sessiyalar kəsişəndə, əgər əməliyyatınız yaxşı plusdadsa, əməliyyatı bağlamağı məsləhət görürəm. Yox, əgər əməliyyatı uzun vadəli nəzərdə tutursunuzsa, çalışın ki, ümumi hərəkət bizdə davam eləsin. Çünki əgər bizdə trend pozularsa, növbəti trendin hara gedəcəyi sual altındadır. Ümidvaram ki, bu məlumat sənin üçün faydalı oldu. Bundan sonra əməliyyat açmamışdan qabaq, hər zaman sağda fikir ver. Əgər növbəti sessiyaya az qalıbsa, ilk dəqiqələri boş vermək daha yaxşı olar. Hər birinizə uğurlar.